Bir il davam edən məhkəmə prosesi başa çatdı və məhkəmə onunla bağlı son qərar verdi. Layiqli cəzasını almaqla Ruben Vardanyan Azərbaycan ərazisində qanunsuz fəaliyyətlərdə, dövlətin suverenliyinə qarşı yönələn addımlarda, habelə bir sıra ağır cinayətlərdə ittiham olunurdu. Bugün isə o, məhkəmə qarşısında cavab verdi. Vaxtilə qondarma rejimin dırnaqarası dövlət naziri kimi təqdim edilən Ermənistan vətəndaşı Ruben Vardanyanın bugün sonuncu məhkəmə prosesi keçirildi. 2023-cü ildə Qarabağda keçirilən lokal antiterror əməliyyatları zamanı qondarma rejimin dırnaqarası dövlət naziri Ruben Vardanyan Ermənistana keçmək istəyərkən Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edildi. Bir ildir ki, bu zalda Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilirdi. Hansı ki, bu zalda yüzlərlə zərər çəkmiş və onların varisləri onlara qarşı, Ruben Vardanyana qarşı ifadə verdilər. Bugün isə məhkəmənin son qərarı gözlənilir. Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı elan olundu. Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, tərcüməçi habelə dövlət hesabına vəkillə təmin edilib. İclasda təqsirləndirilən şəxs onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabinetinin nümayəndəsi iştirak edib. Həbsdə saxlanılan məhkumə isə rəsmi verildiyi andan 20 gün müddətinə Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Yekun məhkəmə qərarı elan olundu. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Vardanyan Ruben Vardanyanova qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ruben Vardanyan ümumi olaraq 20 il azadlıqdan məhrum edildi. O, həbsinin 10 ili həbsxanada, yerdə qalan 10 il isə ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Bugün hərbi məhkəmədə oxunan hökm və verilən bu qərar bir daha göstərdi ki, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlilən, istənilən qanunsuz fəaliyyət gec-tez hüquqi qiymətini alır. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.